Hər gün 3 test edirik. 21-ci gün. Qədim Afina və Sparta. Müəyyən müddət oliqarx idarə üsulu mövcud olmuşdur hər ikisində. Başçılığı Yunan şəhəri dəniz ittifaqı yaradıb Afina. Hökmdar Leonid Əhməd ordusu döyüşdə öldürülüb, Spartanın hökmdarı idi. Müəyyən müddət aristokratiya idarə üsulu mövcud olmuşdur. Debəndi Afinada. Bütün Yunanistanı tabe etmək uğrunda mübarizə aparmışdı hər ikisi. Burada götürəcəyik B, D, C, A, Y. A bəndini. Euler-Venn diaqramı qədim Misir, qədim Hindistan və qədim Yunanistan. Əhali müxtəlif kastalara bölünmüşdü. Hindistan'a aiddir. Het dövləti ilə müharibə aparıb Misir. Hətta ilk beynəlxalq müqavilə onlara aiddir. Aralıq dənizində koloniyalar salıb Yunanistan. Əhəməni dövlətinin hücumuna məruz qalıb hər üçü. Makedoniya İskəndərinin hücumuna məruz qalıb hər üçü. 1B burada var. 2A buradadır. Bu da C bəndi. Nil çayının deltasında yerləşən İskəndəriyyə şəhərinə aid deyil. İskəndərin şərqə yürüşü nəticəsində Nil çayının deltasına salınıb, doğrudur. Şəhərin kitabxanasında 700 minə qədər əlyazma vardı, doğrudur. Faros adasında İskəndəriyyə mayak tikilmişdir, doğrudur. Evklid və Arximed kimi alimlər yaşamışdı, doğrudur. İskəndəriyyə dövlətinin paytaxtına çevrilmişdir. Bu İskəndəriyyə dövlətinə aid deyil. E bəndi.